sevgisi necə formalaşır? 5 sadə addım. Uşaqlarda vətən sevgisi çox ağır və böyük söz kimi səslənir. Amma əslində sadə və gündəlik addımlarla formalaşır. Uşaq vətəni evi kimi hiss etməlidir. Uşağa vətəni xəritə ilə yox, həyatı ilə tanıdın. Evimiz, məktəbimiz, kəndimiz, hamısı bizim vətənimizdir. Uşaq sevginin başlanğıcını tanımaqla alır. Qəhrəmanlarınızı qısa və sadə hekayələrlə anlatın. Uzun məlumatlar deyil, qısa və konkret məlumatlar verin. Uşaqların ürəyi hekayələrlə toxunur. Simvolları oyunlarla öyrədin. Gerbimiz, musiqimiz, himnimiz bu sevginin ən təbii yoludur. Təbiətlə bağ qurun. Meşədə, parkda, həyətdə. Sadəcə deyin, bu ağac bizim torpağımızda böyüyüb. Uşaq torpağı sevdikcə vətənini sevəcək. Sevgini öz davranışlarınızla göstərin. Uşaq gördüyünü götürür. Bayrağımıza hörmətlə toxunduqda, milli musiqini diqqətlə dinlədikdə uşaq bundan bəs götürür. Sözlərdən çox nümunə təsir edir. Uşaqlar doğulduğu torpağı anlayanda, onun hekayəsini dinləyəndə, sizin sevginizi görəndə vətən sevgisi öz yolunu tapmış olur. Biz böyüklər öyrətmirik, ürəkdən ürəyə ötürürük. Daha çox faydalı məlumatlar üçün kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik sevgi ilə qalın.